Sayda o gün deyirdi ki, anam uşağımı görməyib. Külliyən yalandı. Sayda kilo yarımlıq uşaq doğmuşdu. Məncə bağda saxlayıb. Bəli. Vaxtı Mənim atamın bağında o kilo yarımlıq uşağı bacım Sədaqət, bəli, bacım Sədaqət Ətəcana gətirdi. 2-3 ay Sədaqət xanım ona baxıb. Rafael Əmoğlu gəlirdi, deyirdi ki, Sədaqətin pis şəkəri var. Deyirdi ki, Sədaqət, sənin şəkərin düşəndə özündə olmursan. Sədaqət oturur, onu mütləq müdaxilə etmək lazımdır. Birdən uşaqla tək olarsan, bunlar da qoyurlar uşağı, gedirlər, sutkalarla yoxdurlar. Tək olarsan, uşaq əlindən düşər, sənə də bir şey olar. Çox çətindir bir Rafael çox buna qarşı çıxırdı. Amma Sədaqət deyirdi, Rafael, neyinin bəs o tərəfdən qəbul eləmirlər. Buradan da sayda restoranlara gedir, oxuyur, səhnəyə çıxır. Bunlar çalışırlar 5-10 manat çörək pulu qazansınlar. Ona görə mən baxım ki, bunlar rahat geçsinlər. Amma mənim özümün gördüyüm kimi gəlirdim, gördüm, heç biri yoxdur. Ya yuxarıda yatıblar, Sədaqət baxır, çimdirirdi uşağı hər gün. Ətəcana gətirir. Bugünə qədər Sədaqət xanım Saidənin adı gələndə hönkür-hönkür ağlayır. Və Saidəni o yanındakı intrigant əri dediyi adam yaxın buraxmır. Anasına Anasına yaxın buraxmır.